Salam, Reopen Media'nın Renews Haber kanalı yayıma başlayır. Stüdyoda Diana Karapetyan işleyir. Bugünkü efir çerçevesinde İran-İsrail qarşıdurmasının son yeniliklerine ve bu hadiselere beynəlxalq reaksiyalara toxunacağıq. Bunun fonunda İran ve Azərbaycan cəmiyyətləri daxilində birbirine qarşı mövcud olan narazılıq ve daxili çaxlanmaları da müzakirə edəcəyik. Həmçinin İranda yaşayan Azərbaycanlıların vəziyyətinə ve Azərbaycanlı Ermənistan mediasının başlıqlarında yer alan esas mövzulara da diqqət yetirəcəyik. İran-İsrail münaqişəsi son günlər daha da şiddətlənib. İsrailin hava zərbələri nəticəsində İranın yüksək rütbəli hərbçiləri, o cümlədən İran kəşfiyyat rəhbəri Məhəmməd Kazemi və baş qərargah reisi Ali Şadmani həlak olublar. Tərəflər arasında qarşılıqlı raket hücumları davam edir, çox sayda itki və yaralı var. Beynəlxalq ictimaiyyət münaqişəsinin genişləndirilməsinin qarşısını almağa çalışır. Müxtəlif ölkələrin reaksiyaları və diplomatik çağırışları haqqında ətraflı məlumat üçün həmkarımın hazırladığı video materialı izləməyə tövsiyə edirəm. Hər kəs dərhal Tehrandan çıxmalıdır. Bu sözlərlə Trump öz xis səhifəsindən İranlılara təxliyə əmri verir və İsrail raketlərinin təhdidi altında tələb edir ki, İran onun istədiyi nüvə sazişini imzalasın. Daha sonra Pentagon rəhbəri canlı yayımda təsdiqləyir ki, Birləşmiş Ştatlar öz şərtləri ilə razılaşmanın imzalanmasını səbirsizliklə gözləyir. Qeyd edək ki, Trump İran-İsrail arasında gərginləşən münaqişə ilə o qədər məşğul olub ki, Kanadada keçirilən G7 sammitinə yalnız bir neçə saatlıq datıla bilib. Rəsmi fotosessiyada iştirak edib və elə kameralar qarşısında da sammiti tərk edib. Bundan əvvəl ABŞ prezidenti jurnalistlərə bildirib ki, onun fikrincə İran bu müharibədə qalib gəlmir. Məlumdur ki, Trumpın vətənə qayıdışından sonra Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İran açıq şəkildə bəyan edir ki, bu raket müharibəsinə görə məsuliyyət daşıyanlardan biri də Birləşmiş Ştatlardır. İranın Xarici İşlər Naziri Abbas Araqçı bunu Avropa liderləri ilə videokonferans zamanı bildirib. Yaxın Şərqdə vəziyyətin son dərəcə gərgin olduğunu Rusiya Xarici İşlər Nazirinin müavini bəyan edib. Ryabkov həmçinin İranın nüvə obyektlərinə İsrailin zərbə endirməsi təhlükəsindən danışıb. Bu şəraitdə Washington Post qəzetinin məlumatına görə İranlı rəsmilər vasitəçilərə bildiriblər ki, nüvə sazişi üzrə danışıqları yalnız İsrail hücumlarını dayandırdıqdan sonra bərpa etməyə hazırdılar. Amerika Birləşmiş Ştatların prezidenti Donald Trump'ın İrandan insanların çıxarılması barədə çağırışı İranda rejimin zəifləməsi və gələcəkdə böyük siyasi dəyişikliklərin baş verməsi ehtimalını gücləndirir. Azərbaycan üçün bu proseslər iki tərəfli mənaya malikdir. Bir tərəfdən İranın zəiflənməsi regional geosiyasi balansları dəyişdirə bilər. İran, Cənubi Qafqazda, xüsusən Azərbaycan və Ermənistan arasında mühüm təsir qüvvəsidir. İranda hakimiyyətin sarsılması və zəiflənməsi Azərbaycanın geosiyasi vəziyyətini yaxınlaşdıra bilər. Xüsusən də Azərbaycan müxalifət və sosial media səviyyəsində bu ehtimalı müzakirə edir. Məsələn, İranın Azərbaycandakı Azərbaycanlı icmasına və digər milli məsələlərə təsiri zəifləyə bilər. Digər tərəfdən İranla sərhədi olan Azərbaycan üçün qeyri-sabitlik ciddi təhlükədir. İran daxilində xaos sərhəddə təhlükəsizlik problemlərinə, qaçqın axınına və kriminal fəaliyyətin artmasına səbəb ola bilər. Bu, Bakının ehtiyatlı mövqe tutmağa məcbur edir. Azərbaycanın Ermənistanla sərhədində vəziyyət kifayət qədər gərgindir və Bakı İrandakı gərginlikdən istifadə edərək xüsusilə Zəngəzur dəhlizi məsələsində sərhəd bölgəsində təzyiqləri artmaq riski mövcuddur. Regional vəziyyətin mürəkkəbliyi və beynəlxalq diqqətin yayındığı bir məqamda Bakı sərhəddə gərginliyi daha da artmağa çalışa bilər. Lakin Türkiyə İrana qarşı müharibəyə dəstək vermir və Azərbaycanın bir mövzuda Türkiyə ilə fikir ayrılığı var. İranın reaksiyası və beynəlxalq təzyiq Azərbaycana sərhəddə geniş miqyaslı əməliyyat keçirməyə imkan verməyə bilir. Həmçinin Ermənistanın beynəlxalq dəstək riski artırır və ümumilikdə Azərbaycan üçün sərhəd eskalasiyası risklidir, amma regional vəziyyətdən asılı olaraq mümkündür. Azərbaycanda hakimiyyətə yaxın media orqanları süskünlük nümayiş etdirir. Rəsmi rəhbərlik isə hələlik aydın mövqe bildirməyib. Lakin müasir internet reallığında gizli heç nə qalmır. Sosial şəbəkələrdə açıq şəkildə görünür ki, cəmiyyətdə anti-İran meylləri güclənir, insanlar hökumətdən konkret münasibət tələb edirlər. Məhz bu səbəbdən sizi dəvət edirəm izləməyə mənim hazırladığım reportajı. Burada ətraflı şəkildə təqdim olunur Azərbaycanlılar hansı çağırışlarla çıxmışlar.
çıxış edirlər, müxalifət partiyaları nə bəyanatlar verirlər, Azərbaycan ərazisindən İrana raket atılıb ya yox və nəhayət bu məsələyə münasibət İranda və Türkiyədə necə formalaşıb? Gəlin birlikdə izləyək və sonra digər xəbərlərə qayıdıq. Aşağıda ermənicə mətnin Azərbaycan dilinə tərcüməsi təqdim olunur. Bakı niyə susur? Rəsmi cavab olmadan ictimai reaksiya. İran-İsrail münaqişəsinin kəskinləşməsi fonunda rəsmi Bakı ən yüksək səviyyədə sükutunu qorumaqda davam edir. Lakin tez-tez baş verdiyi kimi cəmiyyət hakimiyyətdən daha sürətli reaksiya verir. Azərbaycan media məkanında və sosial şəbəkələrdə sükutun əvəzinə suallar, ittihamlar, hətta pis gizlədirməyən bir sevinç səslənir. İstifadəçilər və analitiklər rəsmi mənbələrin yan keçdiyi məsələlər barədə ucadan danışmağa başlayırlar. Videolar və şərhlər yayılır ki, onlarda İran istiqamətinə atılan bəzi raketlərin məhz Azərbaycan ərazisindən buraxıldığı iddia olunur. Faktlar təqdim edilməsə də, şübhələr artıq ictimailəşib və bir çoxlarının müzakirə mərkəzinə çevrilib. Bizim bu münaqişəyə nə dəxlimiz var? Sosial şəbəkələrdə bu cür suallar dolaşır. Digər tərəfdən isə bəzi istifadəçilər İranı təhdid, İsraili isə müttəfiq hesab edərək İsrailə açıq dəstək ifadə edirlər. Üstəlik, bu əhval-ruhiyyə Türkiyə tərəfinə ünvanlanan tənqidləri də qidalandırır. Azərbaycan mətbuatında Türkiyəyə ünvanlanan eyhamlar nəzərə çarpır. Söhbət regional strateji istiqamətlərdən gedəndə kimin qardaş, kimin isə əsl müttəfiq olduğu hatırladılır. Hakim Yeni Azərbaycan Partiyasının çevrələrində tam sükut hökm sürsə də, müxalif qüvvələrdən artıq mövqelər səsləndirilib. Xüsusilə Müsavat Partiyası hakimiyyəti açıq şəkildə qeyri-müəyyənliyə son qoymağa və Azərbaycanın bu müharibədə müşahidəçi yoxsa tərəf olduğunu aydınlaşdırmağa, eyni zamanda İran Azərbaycanlılarının taleyinə biganə qalmamağa çağırış edib. Digər diqqət çəkən reaksiya Cənubi Azərbaycan adlanan təşkilatı nümayəndəsindən gəlib. Onun çıxışında sosial şəbəkələrdə geniş rezonans doğuran bir fikir səslənib. Buna görə İranda öldürülən yüksək rütbəli generallar arasında güya Azərbaycan üçün təhdid yaradan şəxslər olub. Və bu müşahidə bəyan edilməyən, lakin aydın şəkildə oxunan gizlin bir sevinclə müşahidə edilib. İctimai çaxnaşma İran-İsrail gərginliyinin son eskalasiyası fonunda dözləmə və qeyri-müəyyənliyi atmosferini daha da artırır. Bu arada rəsmi Bakı özünü eşitməməzliyə vurmaqda davam edir. Diana Karapetyan, Reopen Media. Bugün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Səfir Birol Akgün təəssüflə qeyd edib ki, İsrail-Falestin, İsrail-İran münaqişəsi fonunda Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlıq münasibətlərini pozmaq istəyən qüvvələr fəallaşıblar. O, bununla əlaqədar diqqətli olmağın vacibliyini vurğulayıb. Mətbuat Şurasının üzvləri Türkiyənin bəzi media quruluşlarından yer verdiyi yanlış informasiyaların Türk dünyasının birliyinə zərbə vurduğunu qeyd ediblər. Bildirib ki, həmin media qurumları əslində təkcə Azərbaycana deyil, Türkiyənin milli maraqlarına qarşı da çıxırlar. Türkiyə səfiri Azərbaycan mediasının yanaşmalarından narazılıq ifadə edib, amma Azərbaycan kütləvi informasiya vasitələrində cavab gözləyən suallar doğurub. Qardaş Türkiyənin media orqanları nəyə çevrilib? Fransa təflinlər, Azərbaycan isə düşmən kimi təqdim olunur başlıqlı məqalədə geniş auditoriyaya sahib bir xəbər platforması Türkiyə ictimaiyyətinə çağırış edərək vurğulayır ki, qardaş Azərbaycanı Fransa ilə eyniləşdirmək doğru deyil. Məqalədə qeyd olunur ki, Fransa bir tərəfdən güya Ermənistanı silahlandırır, digər tərəfdən də PKK üzvlərinə sığınacaq verir. Bu fonda Türk mediasının tənqidi ritorikası Azərbaycanda təəssüf və narahatlıqla qarşılanır. Bakıda Ruben Vartanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı məhkəmə kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə tam qapalı qapılar arxasında aparılır. Ruben Vartanyan məhkəmədə hər hansı söz deməkdən dəfələrlə imtina edib, çünki bu saxta məhkəmə prosesində həm onun, həm də digər ermənilərin əsas hüquqları tam şəkildə pozulur. O, 25 min səhifədən ibarət 100 cildlik saxta ittiham aktı ilə tanış olmaq üçün vaxtı tələb edib, lakin məhkəmə bunu rədd edib. Həmçinin Vartanyan məhkəmə heyətinin dəyişdirilməsi barədə bir neçə dəfə ərizə versə də bu da qəbul edilməyib. Bir neçə gün öncə Ruben Vartanyanın beynəlxalq hüquq müşaviri Jared Gensel bildirib ki, Bakıda saxlanılan əsirləri istənilən vaxt azad etmək mümkündür. Xüsusilə də sülh müqaviləsini razılaşdırmış mətnində onların taleyi ilə bağlı heç bir bənd yoxdur. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev əsirləri terrorçu və hərbi cinayətlər kimi təqdim etmək istəyir, lakin beynəlxalq ictimaiyyət bunun legitim olmadığını başa düşür. Bakıda saxlanılan ermənilər siyasi məhbuslar sayılır və Qarabağda isə etnik təmizləmə həyata keçirilib.
Azərbaycanın Müdafiə naziri Zakir Hasınov Minskdə Belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparılıb. Danışıqlar zamanı tərəflər iki tərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Belarusun Müdafiə naziri vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yüksək etimad səviyyəsi ilə fərqlənir. Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq xarakter daşır və yüksək səviyyəli çoxtərəfli dialoq ilə fərqlənir. Bunun ən yaxşı təsdiqi iki ölkənin prezidentləri Aleksandr Lukashenko və İlham Aliyev arasında dostluq və etimad münasibətləridir. Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq xarakter daşır və yüksək səviyyəli çoxtərəfli dialoq ilə fərqlənir. Bunun ən yaxşı təsdiqi iki ölkənin prezidentləri Aleksandr Lukashenko və İlham Aliyev arasında dostluq və etimad münasibətləridir. Və sonda gəlin baxaq bugün Ermənistanın media mekanında hansı mövzular gündəmdədir? Niyə Ermənistanın Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan Türkiyəyə səfər edib? Bu sualı Ermənistan-Türkiyə münasibətlərinin xüsusi nümayəndəsi Ruben Rubinyan cavablandırıb. Onun sözlərinə görə səfər iki ölkə arasında normallaşma prosesinin bir hissəsidir. Türkiyənin xüsusi nümayəndəsi ilə təkcə mən deyiləm ki, ünsiyyətdə oluram. Xarici İşlər Nazirliyi səviyyəsində də təmaslar mövcuddur. Müxtəlif nazirlər arasında dialoqlar aparılır. Dövlət başçıları arasında da telefon danışdığı baş tutub deyə Rubinyan vurğulayıb. Pul ödəməklə hərbi xidmətdən azad olmağı nəzərdə tutan qanun layihəsi Ermənistan Respublikasının parlamentinin gündəminə daxil edilmədi. Layihənin müəllifi olan deputat Hayk Sarkisyan da əleyhinə səs verdi. O, çıxış zamanı Başnazir Paşinyanın ordu və dövlət maraqlarına dair qərarların təxirə salınmasını ilə bağlı fikirləri xatırladaraq bildirdi. Biz institutlanmış islahatlar və qeydiyyətli qərarlar yönlünü seçilməliyik ki, sui-istifadə hallarına imkan vermək və ya onları minimuma endirək. Təxirə salma yoxdur. Ermənistan və Hindistanın Xarici İşlər Nazirləri Ararat Mirzoyan və Subramanyam Jaishankar Hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər. Ermənistan və Hindistanın Xarici İşlər Nazirləri Hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X sosial şəbəkəsində yazıb. Hindustan Times qəzeti Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Tehranda olan Hindistanlı tələbələr şəhərdən çıxarılıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Hindistanın 110 vətəndaşı İrandan Ermənistan vasitəsilə təxliyə olunub. Biz regiondakı vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız dəqiq və faktlarla əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify-da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünlük bu qədər. Sağ olun və görüşənədək.